Kemal Efendi, aile başçısı. Hoş gelmişsiniz. 3 nəfərdirlər, oğlu, qızı. Ne yaptınız? Çok Güzel. Hoş geldiniz. Sağ olun. Siz de hoş geldiniz. Biz neçə gündür geldiniz? Sizin selamınıza hoş gelmişiz. Senin de Qarabağ'a ilk adımın çok hayırlı olsun. Bizim için de uğurlu olsun. Sağ olun. Öz ailem adına sizi çok sağ olun, çok teşekkürümü bildirirəm. Ben sizi tebrik ederim. Doğma vətənə qayıtmışsınız. Çok sağ ol, sizin Uzun sayenizde. fasileden sonra şimdi devlet de sizi güzel şəraitle təmin Çok edib. şükür, çok şükür. Burada rahat Bugünkü güne çok yaşayacaksınız. şükür. İşğal dövründə harda qalırdı? İşğal dövründə çox yerlərdə. Gəncədə. Keçmişi unutmaq olmaz ama Gəncədə. bəli. Keçmişi Şəraitiniz unutmaq olmaz. necə? Gəncədə hansı? Gəncədə, Harda qalırdınız orada? Gəncədə indi Gülsüm qəsəbəsində. Qəsəbədə. Qəsəbədə, bəli. Cənab prezident, o qəsəbə, salınmış qəsəbədə qalır. Hə, dövlət tərəfindən salınmış qəsəbə. Hə. Son vaxtlarda yəni. Son vaxtlar, hə. Amma uşaqlar hansı mektəbdə gülür. Əvvəllər müəyyən bölgələrdə yəni məcburi məskunlaşmışdı. Son vaxtlar Gülstan qəsəbəsində. Yəni Amma indi burada Burada doğma məktəb də var, Doğma Qarabağ. bağça da var, hər şey Hə. var. Məktəbdə mən orta məktəb, Çapar orta məktəbində qutarmışam. burada o. Burada Bəli, oxuyub. bəli, bəli, bəli. Amma özünüz hansı kənddə yaşamısınız? Ağdərə rayonunun Kərəmli kəndi. Kərəmli. Amma Bura yaxındır da. Bəli, 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 bəli. oradan Siz gəlmişik. qeydiyyatda olmuşsunuz amma Çardaqlı kəndində. bəli. Bəli, Çardaqlı kəndində. Tərtər rayonu. İndi hal-hazırda Çardaqlı əvvəllər tərtərdir, indi bizdədir. İndi bəli, Ağdərə. 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 Təbrik edirəm sizi bir daha. Çok sağ ol, çok sağ Sağ ol. ol. Minnettarım. Sağ olun.